Karanlık kalan yerlerden herkese salamlar. Bugünkü qonağımız ömrünün 25 ildən artığını bu sənətə həsr eləmiş və Günəşli Meyxana Ocağının yaradıcısı, qurucusu Ataş Novxanı. Ataş, xoş gəlmisən. Xoş gün bölgəli, mənim əzizim. Var ol, sən bizim dəyərli qardaşımızsan. Mən bəlkə də elə bir veriliş olardı ki, ora gedməzdim. Amma bizi bir-birimizə qəlbimiz bağlayır. Hər kişinin də, hər kişinin o qəlb var, o uyğun gəlmir. Çünki kişi gərək həyatda kişi kimi yaşasın. Bir kişinin ki, şöhrət dəyişər, pul dəyişər, imkan dəyişər, deməli onun kişiliyində problem var. Var ol, çox sağ ol, dəvət eləmişsən, mən hər zaman sənin qulluğundayam. Sən harada varsan, mən orada sözsüz varam. Allah səndən razı olsun. Demək, əvvəl qonağa zəng edirik, qonaqdan icazə alırıq ki, çəkmək olar yoxsa yox. Qonaqla razılaşandan sonra biz səhifəmizdə qonağın şəklini paylaşırıq və izləyicilər şərh yerinə suallar yazırlar. Və biz ancaq qonağa həmin sualları səsləndiririk. Verilişin bir ənənəvi sualı var, onu da sonda səsləndirəcəm. İcazə ilə keçək suallara. Buyurun, buyurun. Əli Məmmədov adlı bir izləyici yazıb ki, Ataş Novxanı layiq olduğu dəyəri hiss edə bilir xiriddar kütləsindən? Yer olur hiss edirəm, yer olur hiss eləmirəm. Çünki indiki meyxana o qədər dəyişib ki, sözdən çox reklama əl çalırlar. Ona görə çox da razı deyirəm. Yəni, meyxana reklamla deyir. Başqa bir səhifədən yazıblar ki, salamlar, Ataş hər 5 sözündən birində deyir ki, əsas mən ürəklə yaşayayım. Nail ola bilib buna? Əlbəttə, nail ola bilib deyəndə ki, bəli, mən nail olmuşam. Mənə bəsdir də, yaxşı kişilərin ürəyində yaşayıramsa kişi kimi. Mənim elə yaşamağımdır da. Mən yaxşı kişilərin ürəyində kişi kimi yaşayıramsa, mən öləndən sonra da yaşayacağım. Vay o reklamla yaşayanların alma. Firuz Kərimoğlu yazıb ki, salam olsun sizə, Əleyküm salam. bizə və onlara. Ustadımız Ataşa atəşli salamlar. Əleyküm salam. Əsas odur, meyxana daim yaşasın, yoxsa nöqtələri qoyub? Yox, əsas odur, meyxana dadir, bu sənət ruhu qidadır, cana daim yaşasın. Yaşadaq ki, bu gözəl meyxana daim yaşasın. Meyxanaya gerək meyxana kimi, hamımız yaşadaq ki, meyxana daim yaşasın. Meyxana ağır sənətdir, meyxana kişi sənətidir. Meyxana ağırlıq istəyir, meyxana yüngüllüyü sevmir. Bir halda söz deyirsən də, sözün ağırlığını dərk eləməlisən. Meyxana daim yaşasın. Və çox sağ olsun, bu beyti mən 2002-ci ildə demişəm, bunun klipi də var. 2002-də mən buna klip çəkdirmişdim. Orada mən buradan ustadım Namiq Mənana da salamlayıram. Allah bayrama da rəhmət eləsin. O klipimdə Bayram da var, Namiq də var. Allah bayrama rəhmət eləsin, Namiqə də can sağlığı versin. Namiq Mənadan söhbət gedir. Amin. Əhməd Kərimi, yəqin ki, tanırsınız. Dostumuzdur. Yazıb ki, salamlayıram hər birinizi. Sualım budur ki, Ataş Novxanının məkanında bir çox tanınmış meyxana deyənlər gəlib gedib və bir çoxu da oradan tanınıb. Bəs həmin meyxana deyənlər məşhurlaşandan sonra yenə gəlib gedirlər ora, ya unudublar oranın yerini? Yox, bilirsiniz, oranın yerini unuda bilməzlər. Unuda bilməzlər. Çünki əksər meyxana deyənlər biz orada yığışmışıq, biz orada puxtələşmişik, biz orada dost qazanmışıq, dostluq eləmişik, dutçerəyə kəsmişik. Mən deməzdim, əksər gəlir, gələnlər çox azdır. Çox azdır, amma elə onların içində, məsələn, elə dostlarımız var ki, bugün də unutmayıblar məni. Bugün də zəng eləyirlər, lazım olanda bir-bir, nə lazım olur da, yəni qardaşlarımdır mənim, yaxşılarından söhbət gedir. Mən kişi kimi yaşayan kişilər hamısı mənim qardaşımdır. Amma əhsən o qardaşlarıma ki, orada gəlib mənlə qardaşlıq eləyiblər, çörək kəsiblər, bugün də unutmurlar məni. Bugün də zəng eləyirlər. Məsələn, Pərviz Bülbülə. Məsələn, Orxan. Pünhan, mənim qardaşım Pünhan.
Hara çatır danışır. Bu gün də orada cavanlar var. Cavanlar var. Məsələn, Kamran var. Zığlı Kamran. O boyda uşaqların içində neçə illərdir, 20 ildir, 25 ildir, o mən hələ bir dəfə yolda qoyub gelməyib. Yəni 25 ildə o mənim yanımdadır. Mən onunla fəxr edirəm və Fərid Novxanı mənim ürəyimdir. Salamlayıram buradan Fəridi. Fəridi salamlayıram, öpürəm. Düzdür, biraz meyxanadan uzaq olsa da, amma mənimlə gedir də, o mənim qardaşımdır. Qardaşlıq eləmək hər qardaşın borcudur. Mən buradan İbrahim Qaraçoğlu'nu da salamlayıram. O mənim ürəyimdir, o mənim qardaşımdır, illərimin dostudur. O da elə bizi ilə bir yerdə olub həmişə. Həmişə də harada biz varıqsa İbrahim də bizi ilə var. Öpürəm İbrahim, sənə bağrıma basıram. Sənin də az əziyyətin olmayıb meyxanada. Çünki həmişə bizim meydanda olmuşsan, həmişə bizim yanımızda olmuşsan, biz də sənin yanında olmuşuq. Sən mənim qardaşımsan, öpürəm səni. İndi məsələn, mən deyə bilmərəm ki, məsələn, ora gələnlərdən söhbət gəlirsə, məsələn, Pərviz ora gəlməsə də, Pərviz Bülbülə, Pərviz sağ olsun, mən nə lazım olub, Pərvizə bir kəlmə demişəm, deyib, qoqoş, mən orada. Deməyib, işim var, deməyib, mənim toyum var, deyib, mən orada. İndi ola bilər də çayxanaya gəlməsin. Məsələn, yığmışam Pərvizə, bir saat sonra, məsələn, bu indi cavab verməyib, bir saat sonra yığıb ki, qardaş, eşidirəm, nə qulluğun. Bu dostluqdur, bu, bilirsən, bu əbədi dostluqdur. Mənim üçün fəxirdir, mənim dostlarım zirvədə olsun. Ne pisdir ki? Dostumun zirvədə olmağı mənim zirvədə olmağımdır. Məsələn, buradan Ruslanı salamlayıram. Dostluq, qardaşlıqdır. İndi, bugün mənim dostum zirvədədir. Mən şərtli öyrəyək, o hər gün mənim yanımda olsun. Telefonuma cavab versə bəsdir. Telefonuma cavab versə bəsdir. Məsələn, Şəhriyar, indi hamı bilir də, Şəhriyar mənimlə böyüyüb. Şəhriyar mənim yanıma gələndə Şəhriyarın 17-18 yaşı var idi. Biz illər boyu Şəhriyar mənim yanımda olub, Şəhriyarı da salamlayıram. Bilirsən, gerək kişi keçmişini danmasın. Kişi söz deyirsə, onun üstündə ölünə qədər deyansın. Belə də hamını salamlayıram. Məni sevənləri mən də sevirəm. Məni sevənləri, haqqı sevənləri Allah sevsin. Amin. Ramin Ali dostumuz yazıb ki, salam Mübariz bəy. Qonağınız dostum Ataşı da salamlayıram. Mən də salamlayıram onu, mənim ürəyimdir. Asıl salamlayıram onu öpürəm, bağrımı basıram. Ataşın meyxanası bir yana, onun şəxsiyyətinin ayrı bir yeri var məndə. Belə bir sual verirəm qardaşıma. Ataş, sən özün sözlə insanları ayağa qaldıra bilən insansan və şairsən. Heç düşünmüsən ki, bir gün elə bir misra deyə bilərsən ki, alqış çox olar, amma sözün altından bir ömür çıxmaq məcburiyyətində qalarsan. Minnətdaram, hörmətlə Kərbəlayı Ramin. Kərbəlayı Ramini salamlayıram, o məni yaxşı tanıyır. Kərbəlayı, sənin qardaşın elə qardaşdır ki, sözü fikirləşməmiş deməz, sözü düşünməmiş deməz və elə bir söz deməz ki, o sözün altında qalsın, çıxa bilməsin. Yəni, mənim yaşayışım ona yol verməz mənim qardaşım. Başqa bir səhifədən yazıblar ki, salam olsun hər kəsə. Aleyküm salam. Sualım ondan ibarətdir ki, Ataş niyə uzaq düşüb Novxandan? Kənddə də meyxanaya maraq göstərən gənclərə mənəvi dəstək olsa yaxşı olardı. Qoy elə Ataşın meydanı deyiləndə Günəşli yox, Novxanı yada düşsün. Mən salamlayıram bizim kəndçimizi və bütün Novxanlıları, bütün məni sevən insanları. Mən harada olsam belə, dünyanın hansı yerində olsam belə, məndən qabaq mənim kəndimin adı var, mənim adımın qabağında. Mənim üçün Novxanı dahilər getirən kənddir. Mən böyüklərimdən tərbiyə almışam, böyümüşəm. Mən, yəni, ola bilər, mən Novxanada olmayayım. Şəhərdə olum, Moskvada olum, harada olum, mənim üçün fərqi yoxdur. Mən harada varamsa, orada elə Novxanı var. Belə, mən buradan demək istəyirəm, Novxanada da bir yeni məkan açmışam, Sözün Ocağı, Panorama var orada.
Orada meyxana istəyənlər gəlsin. Meyxananın günəşli ocağını gətirmişəm Novxanıya da. Yəni günəşli ocaq var, Novxanada da yaratmışam. Hələ bu sizin xahişinizdən qoy Novxanada da ocaq olsun. Sözün ocağı bu gündən Novxanada. Bizim meyxana səhifəsindən yazıblar. Salam olsun Mübariz qardaşa və şairimizə. Salam aleyküm salam. Sualım belədir. Özümü misal çəkirəm. Şairə zəng eləsəm və desəm özünlə 4 nəfər də götür gəl, qəşəng meydan düzəldək. Şair kimlərlə gələrdi? Elmin bizim meyxana səhifəsi var olun. Mən də salamlayıram. Kimlərlə gələrdi? Özümlə 4 nəfər mən istəyən şairlərdirsə, mən ora belə özüm kimi şairlər götürüb gələrdim. Özüm kimi şairlər götürüb gələrdim. İndi ad çəkmək lazımdırsa ad çəkək. Amma yəqin ki, özüm kimi şairlər gətirərəm də. Nədir gülürsən, ad çəkək? Yox, gözləyirəm bitirəsən. Fikri ona görə fikri bölmək istəmirəm. Başqa bir səhifədən yazıblar ki, salamlayıram sizi və Ataşı. Ataş Vüqar Biləcəri haqda nə deyə bilər? Oyda, Vüqar Biləcəri haqqında. Vüqara Allah rəhmət eləsin. Amin. Mən Vüqar haqqında ən birinci onu deyərəm ki, Vüqar kişi kimi kişi olub. Bəli. Vüqar varı əyilməyib, dövlətə əyilməyib. Yəni, pul var, dövlət onun üçün ağır bir şey olub. Dosta görə canından keçib. O da mərd oğlan olub, haqqı deyən oğlan olub. Heç vaxt yalaqlıq, yaltaqlıq olmayıb onda. Qaldı ki, meyxanasına Vüqar çox qəşəng meyxana deyən olub. Çox qəşəng meyxana deyən olub. Və bu indi bir çoxu deyir ki, Vüqar əslimizin Füzulisidir. Vallah, billah, Vüqar o qədər sadə insan olur. Vüqarın özünə desəydin ki, sən əslin Füzulisisən, Quran haqqı gülərdi adama. Bəli, tam əminəm bu sözdən. Mən Vüqarı heç vaxt qəbul eləməzdi. Heç vaxt. Adam Füzuli kitabı ilə yatırdırırdı. Heç vaxt, vallah. Vüqar başqa bir aləm idi. Dostluqda da başqa. İndi hamı deyir, qardaş, Vüqar mənim dostumdur. Vüqarla mən dost olmuşam, qardaş olmuşam. Bilsən, bu bizə Vüqar mənim ürəyimdədir. Vüqar mənim qəlbimdədir. Başa düşsən, mən heç vaxt Vüqarın qəbrinin üstünə gəlib şəkil çəkib paylaşmaram. Belə şey mənim üçün əyibdir. Mən eləmərəm onu. Vüqar mənim dostumdur, qardaşımdır, mənim ürəyimdə mənimlə yaşayır və yaşayacaq da. Vüqar mənim üçün ölməyib. İkinci sual yazıb həmin izləyici ki, ikinci sualım, Vüqara bənzər meyxanası var bugünkü günü? Varsa zəhmət olmasa adını desin. Mən üçün Vüqara bənzər meyxana deyən yoxdur. Vüqar bir dənə idi. Gəldi və getdi. Şair ümumiyyətcə yaşamaq üçün yaşamır. Öləndən sonra yaşamaq üçün yaşayır. Vüqar da həmən şairlərdəndir. Öləndən sonra yaşayıb və yaşayacaq da. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Amil Növrəs adlı daimi izləyicimiz yazıb ki, salam aleykum, Mübariz qardaş, səni və Ataşı salamlayıram. Aleyküm salam. 2 sualım olacaq. Buyurun. Birinci sualı, özünün də iştirakçı qismində iştirak etdiyi meyxana yarışında, yəqin ki, kəlmə-kəlmədən danışır bu. Nəqin? Qalib SMS-lə yox, deyilən meyxana ilə bəlli olsaydı, Ataşın fikrincə, hal-hazırda yarışa davam edən meyxanaçılardan qalib hansı olmalıydı? Çox səmimi cavab gözləyirəm. Səmimi cavab gözləyirsə, mənim fikrimlə, mən orada kim güclü meyxana deyərdi deməyinə görə yox ha. Amma mənim fikrimlə, əgər orada SMS olmasaydı, orada adi bir meyxana olsaydı ki, mən istəsəydim kim çempion olsun, mən səmimiyyətimlə deyirəm ha. Mən istəyərdim Vüqar Qobulu çempion olsun. Nəyə görə? Çünki o kişi ustaddır. O kişi gör kimlərlə meyxana deyib. Birinci, o bizdə yaşda hamımızla böyüdür. Bizim borcumuzdur böyüyə hörmət eləmək. Mən onun üçün deyirəm ki, mən istəyərdim Vüqar çempion olsun, Vüqar Qobulu. İzləyici sualından kənara çıxıram. Bəs istedad baxımından kimin istəyirəm? Yox, istedad baxımından... Yəni, yaş baxımından başqa o bir. İstedad baxımından, qardaşım, orada bütün meyxana deyənlər istedadlıdır.
Hamısının istedadı var da, hamısı illərin meyxaniyədir, hamısı da mənim qardaşımdır, əzizimdir. Mən orada da demişəm, bilmirəm, baxıblar, baxmayıblar. Mən o yarışda uduzub getməmişəm. Mən o yarışda udub getmişəm. Çünki 12 oyundur da bu. İkimizdən birimiz uduzmalıyıq. Mən o deydim, Vüqar uduzub gedəydi. Hələ mənim üçün Vüqar çempiondur. Mən heç vaxt da deməzdim ki, hələ getməli idi, getdi də. Heç vaxt deməzdim. Yəni, mənim üçün mən udum, Vüqar getsin, mən onun elə Vüqar da çempiondur. İndi mən uduzub getmişəm, SMS-lə uduzmuşuq da. Əsas o da yaxşı meyxana demişik. Orada zəif meyxana deyən yoxdur. Mənim üçün hamı eyni meyxana deyəndir. Orada adam var, deyir, mənim rəqibim yoxdur. Boş şeylər deyir, necə mənim rəqibim yoxdur. Meydana çıxdınsa, səninlə deyən şahir sənin rəqibindir. Düz? Düz, orası düz Ataş, amma mənim üçün biraz fərqli cavab oldu. Yəni mən heç vaxt gözləməzdim ki, Ataş Novxanlı desin ki, oradakı iştirakçıların hamısı istedadlıdır. Məsələn, mən elə düşünmürəm ki, onların hamısı istedadlıdır. Mən qınav demirəm niyə elə cavab verdin. Ola bilər ki, heç kimlə münasibətini korlanmağını istəmirsən. Yox, mənim üçün, qardaşım. Buyur. Mən, nə bilim, münasibətim korlanmaq, nə bilim, belə şeylər mənim xüsusiyyətimdə yoxdur. Mənim üçün düz nədir, onu deyirəm də. Siz məndən soruşursunuz ki, orada olan meyxana deyənlər, orada olan meyxana deyənlərdən söhbət gəlirsə, olan hamısı, lap sənə deyim ki, bunlar dahi, yəni hamısı Füzulini oxuyub gəliblər. Amma meyxanaya qalanda hamısı şirin meyxana deyəndir də. Şirin meyxana deyəndir. Biraz bizə meyxana tam baş. Mənə orada sual verdilər, bir də gözən baxırdım da, yazılırlar. Amma meyxana deyəndə çaşdı. Mən bədavətən meyxana deyirəm. Bədavətən meyxana deyən adam olur da, insanam. Söz yadımdan çıxa bilər də, burada nə var ki? Təbii. Sözdür da olur. Bu təblə olan şeydir də, düzdür qardaş. İlk veriliş idi, efir həyatında var. Birinci veriliş idi, birinci veriliş. Birinci veriliş biraz çətin olur, ağır olur. Mən buradan kəlmə heyətində salamlayıram. Hamısını salamlayıram. O verilişdə olanlara da uğurlar arzulayıram. Bütün mən qardaşlarımın, dostlarımın, sənət yoldaşlarımın hər birinin səsi zirvədən gəlsin. Mən özümə arzuladığımı bütün qardaşlarımı, dostlarımı arzulayıram. Amma meyxana deyirik də, meyxana yazıb əzbərlə meyxana olmur, qardaş. Əzbər meyxana deyən istər-istəməz bilinir də. Meyxana canlı olur, yerində olur, olur da çaşıram. İndi sən mənə sual verəsən ki, istedadlı meyxana deyən, qardaş, istedadlı meyxana deyən orada var. Məsələn, orada Fariz var, çempion olub, orada Valeh var, çempion olub, Vüqar Şiriyev çempion olub, Nəsimi, İllən meyxana deyəndir, mənim də qardaşımdır, Nəsimini buradan Ağromlu salamlayıram. Canavar kimi meyxana deyir, Aydın Löşbatanlı, mənim ürəyim, canım, ciyərim, Farizə də buradan uğurlar arzulayıram, Aydına da. Amma Aydın, qəşəng meyxana deyir. Cəlilin əl yazmasını hanında bir meyxana deyən yaza bilməz. Hələn bir cür istedadı var da, qardaş. Hələn bir cür istedadı var. Meyxana deyən var ki, onun öz yolunda ondan yaxşı meyxana deyən olmaz. Bəli, razıyam. İndi mən onların arasında fərq qoya bilmərəm də. Hərəsinin öz yeri var, hərəsinin öz şirinliyi var. Həm də meyxanada güclü yoxdur. Meyxana təblə əlaqədardır. Bugün bir yaxşı deyərsə, o yaxşı deyər. Yox, güclü yoxdur. Amma istedadlı var da, dedim də istedadlı meyxana deyən var. İkinci sualın səsləndirirəm. Amil növrəsini yazıb bildiyimiz kimi fevralın 17-si 6 meyxanasının iştirakı ilə söz sənətinin dahi nümayəndəsi Qəzəlxan Əliağa Vahidin doğum gününə həsr olunan meyxana konserti baş tutacaq. O məclisdə olacaq 6 meyxanaçısının hər biri də ayrı-ayrılıqda meyxana aləmində sevilən, bəyənilən şairlər olacaq. Və fikrimcə bu konsert meyxananın inkişafı üçün atılan gözəl bir addımdır. Maraqlıdır. Ataş o konsertdə iştirakçı kimi iştirak edəcəkmi? Yox. İzləyici kimi. İzləyici kimi ola bilər gedim. Yəni, üzləyim, onlar mənim qardaşlarımdır, qardaşlarımın uğuru mənim uğurumdur. Onlara indidən buradan uğurlar arzulayıram. Bütün meyxana sevərləri də o konsertə gəlib iştirak eləməyə, izləməyə dəvət edirəm. Dostlarımı da alqışlayıram, var olsunlar. Yəqin ki, mən orada dəvət alsam, əlbəttə ki, gedərəm.
Əslində izləyici burada iştirakçı kimi yazmışdı. Sadəcə orada 6 nəfərin artıq şəkli paylaşılır deyə mən izləyici kimi dedim. İzləyici kimi də gedərəm. Nə olar ki, burada nə var ki? Mənim qardaşım meyxana deyir, mən də gəlib izləyərəm də onu. Burada mənim elə daha ki, borcumdur, mənim qardaşım o boyda az şey deyil də, bu meyxana üçün olan şeydirsə, gəlib izləyərəm, əlbəttə ki, gəlib izləyərəm. Onlar da mənim qardaşımdır da. Mən özüm bir sual vermək istəyirəm. Bugünkü meyxananın vəziyyətindən razısan? Bugünkü meyxananın vəziyyəti vəbşə var bir yan. Bugünkü meyxananın vəziyyəti yoxdur, qardaş. Hansı vəziyyətdən, hansı vəziyyət? Nə meyxana, qabaq bir meyxana deyən səhv eləyirdi. Ona məsələmdə bilirdi ki, bu səhv eləyib. Onu elə vəziyyətə çatdırırdıq ki, o hansı ki səhv var, o gedib o ya üzr istəməli idi, ya səhvini boynuna almalı idi. İndi burada deyir ki, filan kəs pisdir. Bir damcı populyar olan kimi, gələn kimi ayağa dururlar ki, qardaşım gəldi. Bilirsən, meyxananın vəziyyəti indi odur. Çünki səmimiyyət çox azdır, qardaş. Bilirsən, yalanlı adam o qədər qardaş deyən var ki, bilmirsən. Adam arada özü, mən arada olur, qardaş, özümə fikirləşirəm ki, bəlkə mənim özüm necə səhv eləyirəm. İndi bilirsən necədir? Bu bəzi yaxşılarımızdan uzaq. Bəzi meyxana deyənlər var ki, elə meyxana deyənlər var. Kimin işi keçir qardaşımdır. Yox, qardaş, belə deyil. Sən dünən necə deyirdinsə, bugün də elə yaşamalısan. Ya dünənəcən mənə ustadlayan oğlan bugün populyar olub fikrini dəyişirsə, onun özündə problem var. Mənə ehtiyac yoxdur kimsə mənə ustad düşür. Mənə ustad demək lazım deyil. Mən kimsə gəlib mənim yanımda olub, meyxanaya puxtələşib, sənət öyrənib, başa düşsən, mikrofon görməyən mikrofon götürüb, bilirsən, mənə gəlsin ustad düşsün. Yox, qardaş, mənim üçün değişməsin, olduğu kimi qardaş olsun. Hələ o mənim bəsimdir. Mən indi, bilirsən, adam var ki, fəxr edir. Mən elə şeylər, məsələn, mənim elə yaxşı qardaşım, görsən Fərid. Fərid Novxanı deyirəm, adı gələndə deyirəm, o mənim qardaşımdır. Amma o harada görür, mənə deyir, ustad necəsən? Deyirəm, o sən mənim qardaşımsan. Kamran. Qardaşımdır. Necə fəxrlə deyirəm adını? Bilirsən, Şəhriyar indi biraz populyardır, tapamıram onu. Bilirsən, Şəhriyar illər boyu mənimlə olub. Özdə adamın üstündə Allah var, o mənim heç vaxt bir sözümü iki eləyəməyib. Şəhriyarın bir problemi odur ki, çox yatır. Telefona cavab vermir. Onun başqa problemi yoxdur. İndi meyxana büxtələşib, meyxana o qədər elə bir inkişaf dövrünə gəlib çatıb ki, əvvəl deyilən meyxananla indiki deyilən meyxana arasında çox fərq var. Meyxana çox gözəldir. Amma bilmirəm, meyxanada birlik yoxdur, yoxsa nədirsə? O mehribançılığı yoxdur. Meyxana inkişaf eləyib, meyxana çox inkişaf eləyib, əladır. Uşaqlar var ki, haqqa verirlər meyxana ilə. Bəli. Əladır. Buna pisləyən məncə heç. Amma, məsələn, mən meyxananın vəziyyətini deyirsən, yəni, indi bu dəqiqə TikTokdur, YouTubedur, çoxunu populyar eləyən. Başa düşsən? Məsələn, mən Azərbaycan Dövlət kanalında meyxana demişəm 2002-ci ildə. Düzdür? İndi elə bir dənə balaca çıxır, adı qulağına deyən kimi deyir, məndən yoxdur, mən sənətkaram. Qardaş, yox, biz bir dənə meyxana yazıb, onu 10 dənə ustada göstərirdik ki, birdən orada nəsə qüsurumuz olar, əyib olar. Yəni, biz o vaxt böyüyü görəndə ayağa dururduq. Biz lap tanınmış vaxtımızda da belə, bizdən böyük səhnədə vardısa, bizdən böyük o toyda vardısa, bizə söz verəndə deyirdik, yox, birinci böyüyə söz ver, sonra bizə. İndi onlar yoxdur. Meyxanaçılar arasında məncə birlik yoxdur. Çünki meyxanaya əvvəllər belə daş ata bilməzlər. Meyxanaya daş atan çox. Meyxana, indi bir dəqiqə kim gündəmə gəlmək istəyir, meyxanadan danışır. Bəli. Kim gündəmə gəlmək istəyir, meyxanadan danışır. Və meyxanada birlik olsaydı, biz bilsən meyxana üçün nələr eləyərdik. Yoxdur da, qardaş. Yoxdur. 5 nəfərlə, 10 nəfərlə deyil bu. Meyxana deyənlər var, papaq altında yatıblar. Əcdaha kimi meyxana deyən uşaqlar var. Mənim məsələn var, anar var, Məşədə anar. Əcdaha kimi meyxana deyir. Amma hanı?
Bilirsən nə üçün? Çünki o da biraz tam fərqli meyxana deyir. Məsələn, mənim çayxanamda gəlib mənim ustad deyənlər var ki, vaiz Allah'ın olsun, ustad, nə bilim, öpüb qucaqlayırlar. Qıraq yerdə görürlər, salamı gücdən verirlər mənə. Mən belə, bilirsən, mən 200 adamı xoşlamıram, qardaş. Necə varsan, eləsən. Mənə ya qardaş dinən, ya da demə. Ya da demə də, qardaş, sən olduğun kimi ol. Mənə qardaş deyirsənsə, onu elə də göstər. Qaranlıq qalan yerlərdən hər kəsə salamlar. Bura qədər olan suallar hamısı izləyicilərin yazdığı suallar idi. Amma verilişin bir ənənəvi sualı var ki, onu biz hər qonağa veririk və gəldik həmin suala. İzləyicilərin sənin haqqında nəyi bilməklərini istəyərdin? Ataş Novxanının qaranlıq qalan tərəfi. Mən əvvəla sənə çox sağ ol deyirəm. Var ol ki, mən bu verilişə dəvət elədin. Çox sağ ol, minnətdaram. Və bizi izləyən tamaşaçılara da, bizi sevən insanlar da çox sağ ol deyirəm, hamısını öpürəm, bağrıma basıram və bizi kim ki qəlbən sevir, Allah ola sevsin. Çünki həyatda Allah sevən insana heç nə olmur. Və mən haqqımda xirdallar, söz sevərlər, mənim dostlarım nə bilmək istəyərdim, bilsinlər. Bax, mən əslində bu sualdır, suala cavab vermək üçün deyirəm. Mən özüm haqqımda danışmağı, yəni özümü tərifləməyi özümə ayıb bilirəm. Amma sualdır, sadəcə olaraq ürəyimdən gələn şeylər deyirəm. Hamı özünü tərifləyir. Bilirsən, tərifləsin. Bir var ki, ona layiq olsun, tərifləsin. Allah xəyyama rəhmət etsin. Amin. Məsələn, veriliş zad olurdu. Deyirdi, filan veriliş çağırır bəlkə. Deyirdi, şərt görək, mən o verilişə çıxım. Şərt bilsən nədir? Mən o verilişə çıxıb xalqa nə göstərəcəyəm? Allah ona qəni rəhmət etsin. İndi biri deyir, mən rəvayətin şahıyam. Kamranı buradan salamlayıram. Kamran Xırdalanını. Rəvayəti Kamran səninlə seviblər. Mən razıyam. Sən bunu cəmaatı sevdirmisən. Səni rəvayətlə tanıyıblar. Əla. Amma rəvayəti sən icad eləməmsən. Bu rəvayəti bizdən qabaq da deyiblər. Məsələn, Namiq Qaraçıxollu deyib, Ələkbər, Xəyyam, bunlar olub da, bu şeylər olub. Yəni, lazım olsa, neçə illərin kasetləri var, mən onlara da tapıb gətirərəm. Və bu rəvayəti biz demişik çayxanada. 2004-də, 2003-də, 2005-də buradan Asıb Mərdəkanlını da salamlayıram. Asıb Mərdəkanlı ilə. Cəmaat özü biləm, çayxanan bilsən necə olurdu mübariz. Adam əlindən yer olmurdu. Bütün meyxana deyənlər, uşaqlar hamısı orada olurdu. Biz o rəvayəti orada demişik, dayanmadan. Özə belə yox, ağzımıza gələn yox, nə görmüşük ondan demişik. Olub rəvayət. Biri indi deyir ki, Musqanini mən gətirmişəm. Yox, qardaş, Musqanini Elçin deyib, Nizami Rəmzi deyib. Biz də Vüqardan görüb götürmüşük, Vüqar Əbdulovdan. Molla Məmməd deyib, bəli, Allah rəhmət eləsin. Məşəd Babanın öz yolu olub, Allah ona da rəhmət eləsin. Amma mən bu Musqanini Vüqarda görmüşəm, Vüqar Əbdulovda. Orada Vüqarda da necə görmüşəm, biz sözün varın vaxtında bir özümüz üçün yaratmışdıq, Vüqar balaca bir yaratmışdıq qrup. Biz orada görmüşük, mən onu gətirib çayxanada eləmişəm. Çayxanada demişik, uşaqların hamısı ilə. Çox bax, Asif zat yanımızda olurdu, Asif Şirvani, Nəsimi, Şəhriyar, yəni uşaqlar hamısı da, indi bir-bir ad çəkim. Buradan Emin Zəngilanlını da salamlayıram. Emin, uşaqlar hamısı. Biz orada demişik, oradan da məsələn, indi o vaxtı YouTube zad yox idi, çəkiliş zad yox idi. Qardaş, orada dediyimiz şeyləri toylarda uşaqlar maşallah hamısı patladıblar. Bu, bilirsən, bu o demək deyir ki, bunu mən eləmişəm. Amma,
Meyxana üçün mənim əziyyətim az olmayıb. Mən meyxana üçün çox əziyyət çəkmişəm. Çox. Yəni, Mehman Əhməddini salamlayıram buradan. 2 gündən sonra ad günüdür. Buradan təbrik edirəm onu, 100 yaşasın. Allah Teala övladlarının toyunu qismət eləsin ona inşallah. Mehman, qardaş, az iş görüb meyxana üçün? Yox, çox iş görüb meyxana üçün. Amma hər adam bunu dilinə gətirib demir. Vüqar az iş görüb meyxana üçün, demirlər. Namiq Qaraçuxullu az iş görüb meyxana üçün. Yox, hamı bir iş görüb də meyxana üçün. Hə? Mən Namiq Məna meyxana deyən kimi tanıyıram da. Namiq Məna mənim üstadımdır. Mənim üçün meyxana, mənim üçün bədiyyə zad yoxdur. Amma onun da meyxana üçün əziyyəti var, olub. Bilirsən, düyündə bunlarını heç dinmirsiniz. Namiq Qaraçuxullunun haqqında çıxın düyündə. Kişi əziyyət çəkib, kişi meyxananı sevdirib bu millətə, xalqa. Meyxana sevməyənlərə meyxana sevdirib. Nə heç dinmirsiniz. Mehman əziyyəti var düyündə. Ataşın bir damcı əziyyəti var düyündə. Ən azından əlimdən nə gəlibsə, meyxana üçün, meyxana deyənlər üçün eləmişəm. Amma əfsuslar olsun, hərəsi var ki, onu danırlar. Bir dəfə hansı biri mənim efirdə deyib ki, Ataş sağ olsun, Ağa Mirzəni salamlayır. Mənim efirdə Ağa Mirzədən başqa bir oğlan adımı çəkməyib. Hə? Oktaydan da başqa bir daha meyxana deyən mənə toy verməyib. Amma mən heç vaxt qazandığım çörəyi yeyib tək yeməmişəm. İstəmişəm, elə mənim var, hamının olsun. Bunu kim ki bilir, danmır, öpürəm, gözümün üstə qoyuram. Kim ki danır, kim ki dilinə gətirmir, haqqı demir, o ilə Allahı bilsin. Və bir şey xatırlamaq istəyirəm, demək istəyirəm doğrusu. Bizim bu Yaşar Qafanlı ilə bu efirdə balaca bir söhbətimiz olmuşdu. Mən orada Yaşar üçün demişdim, bu pajarnik belə gəldi. Mən onu, yəni mən üçün pajarnik yox ha, fərqi yoxdur. Pajarnik olursan, dəllik olursan, bərbər olursan, pul qazanmaq kişi əyib deyir. Pul qazanmaq kişi əyib deyir. Sənətin pisi yoxdur. İnsanın pisi var. Bu orada zarafat yanı eləmişdik, sözdür də. O da Yaşar məni hissəndirdi orada. Çox danışırdı. Yaşar biraz qaynayıb qarşın adamlar. İmkan vermir danışmağa. Amma Yaşar mənim qardaşımdır, Yaşar mənim dostumdur. Mənim bu barədə çox sual verirlər. Yaşar mənim illərimin dostudur. Bu efirdir, ekrandır. Bunlar indi söz gəlib də demişəm. Amma Yaşar mənim qardaşımdır. Amma meyxana bilmir də. Meyxanadan çox uzaq adamdır. Bu qədər. Ataş, həqiqətən çox sağ ol bu səmimi söhbətə görə. Çox sağ ol bura qədər dəvəti qəbul edib, bura qədər gəldiyə görə. Səninlə söhbət eləmək çox xoşdur. Minnətdaram. Var ol, mən sən həmişə qulluğundayam. Bizi izləyənləri bir daha salamlayıram, hamısını öpürəm, bağrıma basıram. Əsas odur ki, qoymayaq meyxana ölsün. Meyxana daim yaşasın. Var olun. Minnətdaram. Sağ olun.